IV terapiya nə üçündür? Nə zaman istifadə oluna bilər? Hansı xəstələr müraciət edə bilər? Hər bir insan bir gün ərzində, adi gün ərzində müəyyən qədər vitamin preparatı qəbul etməlidir. Bu danılmazdır, düzdürmü? Biz bu vitamini tabletka ilə, həblə ala bilərik və yaxud biz bu vitamini yeməklə ala bilərik. Nə vaxt doktor siz öz filtrinizi, qaraciyərinizi təmizləmisiniz? Mən bunu mütəmadi olaraq eləyirəm özüm üçün. Afərin sizə o zaman. Suallar yaranır, bu dəbdimi IV terapiya, yoxsa həqiqətən bunun cana bir xeyri var, bir faydası var. İndi çox müzakirəli olan bir məsələdir. Artıq salonlarda, gözəllik mərkəzlərində, evlərdə, yəni kimsə eşidib, bunu buna qatıb belə vurmaq olur. Yaxşı nəticə alınır, bu tamamilə yanlışdır. Heç bir yerdə klinikalardan başqa tövsiyə olunmur ki, siz IV terapiyadan yararlanasınız. Çünki bu çox təhlükəlidir. Və mən ona deyirəm, dəstəyi verin tibb bacısına. O da mənə bildirir ki, bilirsiniz, tibb bacısı qaçdı. Antişok paket filan olmadığına görə xəstəni atıb və qaçıb. Düşünürəm ki, bu mövzudan nə qədər də danışsaq da IV terapiya çox geniş bir mövzudur.